Azərbaycan hökuməti sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırıb. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixində imzaladığı əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi barəsində sərəncama əsasən Nazirlər Kabinetinə 3 ay müddətində müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər hazırlamaq tapşırılmışdı. Artıq bu müddət başa çatdığı üçün yaxın aylarda rəsmi qərarların elan olunacağı gözlənilir. Maraqlıdır. Bu sahədə hansı artımlar olacaq? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News 24 az açıqlamasında deyib ki, inflyasiya və hökumətin sosial siyasətinin genişləməsi sosial müavinət və təqaüdlərin artırılmasını qaçılmaz edir. Onun sözlərinə görə hökumət bu istiqamətdə ciddi addımlar atmağa hazırlaşır. 2025-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlər artırılıb və bunun üçün ehtiyatlar nəzərdə tutulub. Hökumətə bu istiqamətdə təkliflərin hazırlanması üçün verilən müddət artıq başa çatıb. Bu isə o deməkdir ki, ilin ikinci rübündə, yəni aprel-iyun ayları ərzində sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı qərarların şahidi olacağıq. Müavinət növlərindən asılı olaraq artımlar təxminən 10-15% arasında dəyişə bilər. Bu, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından vacib addımdır, deyə iqtisadçı vurğulayıb. Xalid Kərimli qeyd edib ki, ölkədə minimum əmək haqqı 16%-ə qədər artırılıb. Yaşayış minimumu isə 5%-dən bir qədər çox artıb. Hökumət inflyasiyanı, həmçinin vətəndaşların alıcılıq qabiliyyətinin zəifləməsini nəzərə alaraq müavinət və təqaüdlərin artırılmasını planlaşdırır. 12-3 ildə inflyasiyanın təsirləri xüsusilə həssas təbəqələr üçün daha çox hiss edildiyi üçün bu artımlar həmin vətəndaşların rifahına müsbət təsir edəcək. Artımların hansı konkret müavinət və təqaüd növlərinə şamil olunacağı haqqında hələlik rəsmi açıqlama olmasa da, əsasən aşağıdakı kateqoriyalar üzrə gözləntilər var. Hökumətin bu istiqamətdə hazırladığı təkliflər yaxın günlərdə açıqlanacaq və müavinət artımlarının hansı tarixdən tətbiq olunacağı bəlli olacaq. Vətəndaşlar isə artıq gözləmə mərhələsindədir və sosial rifahın artırılması üçün yeni qərarların elan olunacağına ümid edirlər.